Hər kəsi salamlayıram. LinkedIn haqqında qısa videolar çəkdim digər platformada və LinkedIn üçün. Ancaq qərara gəldim ki, uzun bir video çəkim, paylaşım və məlumatlandırım. Düzdür, LinkedIn-in özündə də yetərə qədər LinkedIn-lə bağlı dolğun postlar var. Ancaq yenə də bu videonu həm özümə xatırlatma, həm də digərlərinə məsləhət vermək, töhfə vermək üçün çəkirəm. İlk öncə LinkedIn-i səhv tanıdıblar. Necə ki, deyirlər CV paylaş və yaxud da ki, vakansiyalara müraciət edə. Əslində bu belə deyil. Yəni mən deyərdim ki, CV paylaşmaq, vakansiyaları paylaşmaq, bəyənmək, bunlar ikinci plandır. Siz burada özünüzü göstərmək üçün bir səhnə tapmış olursunuz. Yəni necə deyərlər, siz burada öz iş təcrübələrinizi bölüşürsünüz, sertifikatlarınızı bölüşürsünüz, könüllülük fəaliyyətiniz olubsa onları bölüşürsünüz, biovuzu yazırsınız. Əsas açar sözlərlə bio çox ətkilidir. Ondan sonra summary-ni daha da dolğun və sizi əsasən ifadə edən sözlərlə yazırsınız. Yəni bunlar ümumilikdə sizi tanıdan bir portfolio kimi düşünün və sizin şəxsi brendiniz kimi düşünün. Yəni girib də burada vaxt itirməmək lazımdır. Yəni necə ki, postlara baxırsınız, deyirsiniz ki, hərə bir uğur qazanır, hərə bir sertifikat alır, paylaşır. Yəni hərənin öz şəxsi bir portfoliosu, səhifəsidir. Hərənin bölüşüb də zövq aldığı deyək, hər kəsin öz səhifəsində özü bilərinə paylaşır. Burada sizdən söhbət gedir. Həftəlik olaraq davamlı şəkildə postlar paylaşmaq sizin xeyrinizədir. Çünki postlar burada digər platformadan fərqlənir. Hər bəyəni, hər şərh yazmaq, qeyd etməyi, postu kiminsə bu digərlərinin önünə çıxardır. Digəri mühəndis, layihə rəhbəri, HR ola bilər və belə siz artıq tanınmış olursunuz və səhifənizdə yerləşdirdiyiniz təcrübələr də sizi tam doğru əks etdirirsə, artıq sizə yeni iş təklif gəlməyi qaçınılmazdır. Yəni həmçinin mənim də özümə bir neçə dəfələrlə iş təklifi gəlib, uyğun olanla görüşmüşəm, uyğun olanla olmayanla da görüşməmişəm. Yəni demişəm ki, birbaşa mənə ərazi, sahə işi lazımdır. Mən sahə mühəndisliyi üzrə davam edirəm. Sağ olun təklifiniz üçün. Yəni siz bura dediyim kimi CV paylaşım, sonra LinkedIn-in başını buraxın, belədir, elədir deməklə olmur. Siz burada daha çox vaxt keçirməyə də çalışmaya bilərsiniz ki, postu planlaşdırma bölməsi var. Həftəlik 3 dəfə, 4 dəfə postlarınızı planlaşdırılmış şəkildə həftə sonları planlayıb paylaşa bilərsiniz. Həmçinin dediyim kimi, profilinizi tam şəkildə yığılı edin. Sertifikatlarınız yoxdursa, problem yoxdur. Əsas sertifikatlardan, könüllü bacarıqlardan deyil, əsasən özünüzü tanıtım, about hissəsidir, summary, ondan sonra yuxarıdakı bio və arxa banneriniz, çox gözəl şəkildə banneri yerləşdirməkdə fayda var. Ondan sonra çalışın digərlərinin postlarına şərh yazın. Bu da sizi önə çıxardır. Bu da şərh oxumaqla belə bəlkə ola bilsin sizin profilinizə tıklayacaq və sizə yeni bir iş təklif edəcək, yaxud da ki, nəsə bir şey təklif edəcək. Hər hansı bir layihədə iştirak haqqı qazanacaqsınız. Yəni şəxsi brendinizi qurmağı elə LinkedIn-lə başlayıb davam edə bilərsiniz. LinkedIn-də profilinizi tamamlamaq istəyirsinizsə, yaxşı görünməyini istəyirsinizsə, banneri olsun, alt başlıqları olsun, təcrübələrin dolğun şəkildə yazılması olsun, müraciət edə bilərsiniz. Mən sizə bu yöndə dəstək olmuş olacağam. Hələlik maraqlıdırsa izləmədə qalın və şərhlərinizi açıram. Buyurun, yadımdan çıxan bir şey varsa şərhdə qeyd edə bilərsiniz. Dinlədiyiniz, izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.